اهتم بنفسك واحرص على أن تكون أول من ينتفع. ولهذا يقول ابن تيمية رحمه الله، ذكر دعوة لأحد التابعين ومطرف بن عبد الله بن الشخير، كان من دعائه: اللهم لا تجعلني لغيري عبرة ولا تجعل غيري أسعد بما علمتني مني. يقول هذا من أحسن الدعاء، يقول ابن تيمية رحمه الله. Burada deyir ki, Şeyx İslam Teymiyyə Rahmanullahın sözünü gətirir. Tabinin adı Mutarrif Rahmanullah deyir ki, Allahümme la tecil li gayri ibraten ve la tecil li gayri esadu bima allamtani minni. Yəni, başqaları üçün deyir, məni ibrət eləmə. Yəni, burada insan öz elmindən necə faydalanır? İnsan həris olmalıdır, ən birinci özü faydalansın. Xeyri birinci özü əldə eləsin. İkinci də, yəni, orada dua edir ki, elmimlə mənim öyrəndiyim elm, məndə olan elmlə məndən başqasını məndən çox xoşbəxt etməklə. Yəni, insan elmi öyrəndikcə gözəldir ki, yəni, özü xoşbəxt olsun, özü tətbiq eləsin həyatında. Çünki burada tətbiq etməkdə nə var? Həqiqi elm əhlinin sifəti var. O elm əhli ki, Allah Subhanahu taala vəsf edir. Sıratəl-ləzīnə ən'amtə aleyhim. Nemət verilən şəxslər peyğəmbərlər, sıddıqlar, nəbilərdir ki, onlar da bildiklərinə əməl edərdilər və onlar nemətlə kənar olanlar, Allahın qəzəbinə uğrar gələnlərsə yahudilər idi ki, bildikləri halda əməl etməzdilər və nəsranilər ki, elmsiz Allaha ibadət edərdilər. Və həmçinin Allah Subhanahu başqa bir ayədə buyurur ki, "Ətəmurunən nəsə bil birri və tənsəvnə ənfusakum və entum tətluna kitab əfələ təqulun." Siz insanlara yaxşılığı əmr edir və özünüzü unudursunuz. Məyər utanmırsınızmı? Məyər Allahdan qorxmursunuzmu? Yəni, insan birinci elmi özündə tətbiq etməlidir. Çünki sələflər deyərdilər ki, elm əməli çağırar. Əməl gələrsə, xoşbəxtçilik olar. Yəni, əməl olmazsa o elmin fayda yoxdur. Həmçinin Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləm Allaha nədən sığınardı? Allahumma əuzu bikə min ilmin la yanfə. Allahım, fayda verməyən elmdən sənə sığınıram. Faydasız elmdən sənə sığınıram. Çünki faydalı elm odur ki, onun sahibi, yəni o elmi daşıyan əməl etməlidir. Allah Subhanahu buyurur ki, "Ya eyyuhellezine amenu limə təqulun ma la təfalun? Kəbura məqtan indallahi an təqulu ma təfalun." Ey iman gətirənlər, niyə etmədiyiniz şeyləri deyirsiniz? Axı etmədiyiniz şeyləri demək Allah qatında böyük günahdır. Yəni şeyxin ümumi sözü odur ki, yəni tabiindən gətirir ki, yəni ibrət, yəni bildiyinə əməl etsin və başqalarının onun üçün ibrət verir. Özü də başqaları üçün pis örnək olmasın, pis ibrət olmasın. Elə insanlar var ki, nədir? Pis ibrətdirlər. İnsanlar yanına çəkəndə falan kəs kim olmaqla, alçaq adam olmaqla, falan kəs kim pis olmaqla və s. Yəni başqaları üçün ibrət olacaq. Və deyir ki, mənim elmlər ən çox məni xoşbəxt etdilər. Yəni başqasını, yəni bir insan görsən yaxşılığa əmr edir, lakin o yaxşılıq özü etmir. Pislikdən çəkindirir, yaxşı o pislikdən özü çəkinmir. Yəni bu faydasızdır. Elmi olsa belə, alim olsa belə faydasızdır. Yəni Rahmanullah ona görə yəni bir Şeyx Həfzəli əvvəldə deyir ki, yəni həris ol birinci öz bildiyi